Bura sizə Stalingradı xatırlada bilər, lakin xeyr, bura Yurşor qəsəbəsidir. Dağıntılar, xarabalıqlar və həyatın durduğu yer. Bura Rusiya Federasiyasının Komi Respublikası Vorkuta şəhər dairəsində yerləşir. Vorkutadan bura təxminən 25 km məsafədir. Bura 1948-ci ildə tikilibdir. Buranın tikintisində əsasən qulaq məhbusları, əsir düşən alman əsgərləri işlədilibdir. Buranın iqtisadiyyatı əsasən kömür yataqlarından asılı idi. Yəni burada çoxlu kömür çıxırdı. 1950-ci ildə mədən eksploatasiyaya verildi. Yəni hər şey iş üçün hazır idi. Kömür çıxartmaq olardı artıq. 31 dekabr 1951-ci ildə isə bura rəsmi olaraq posyolka statusu aldı. 1950-ci 1980-ci illərə kimi bura sürətlə inkişaf edirdi. Burada yaşayış üçün evlər, məktəblər, uşaq bağçaları, mədəniyyət evi, yəni yaşayış üçün bəzi lazımi şeylər var idi. Həmçinin bura çox soyuq yerdir. Burada hava qışda 40 dərəcədən də aşağı düşə bilir. Qış burada təxminən 10 ay davam edir. Qışı çox sərt olur, yay isə əksinə sərin. Ona da yay demək olarsa. Və çox qısa bir yay olur burada. Buranın iqlimi subarktikdir. Bu qəsəbədə minlərcə insan yaşayırdı. 1998-ci ildə burada artıq kömür mədəni bağlanıldı. Oradan kömür çıxartmaq artıq iqtisadi baxımdan sərf eləmirdi və çox riskli idi. Həmçinin orada mövcud olan infrastrukturu saxlamaq çox baha otururdu dövlətə. Evləri istiliklə, su ilə, işıqla təmin etmək çox baha olurdu. Həmçinin bu faktorlara ölkədə olan qeyri-stabillik də əlavə edildi. Buranın sakinləri artıq şəhəri tərk eləməyə başladılar və bura təxminən 2010-cu ildən yiyəsizdir. Burada heç kim yaşamır.